Bəli, yeganə proqramdır ki, 1 saat müddətində biz yalnız və yalnız burada təhsildən danışırıq və təhsil sahəsində yeniliklərdən danışırıq. Odur ki, elə fürsətdən istifadə edib bu sektorda çalışan mütəxəssisləri, ekspertləri dəvət edirik proqramımıza gəlsinlər, diskussiya aparaq, nə edə bilərik təhsilimizin inkişafı üçün öz töhfələrini məncə də vermək zamanı gəlib və iştirak etmək istəyənlər üçün də xatırladacağam birazdan əlaqə nömrələrini. Müraciət edin və proqramımızda siz də iştirak edin. Bugün isə həftəmizin ilk günüdür. İlk iş gününüz uğurlu olsun, ruzulu, bərəkətli olsun və dekabrda artıq gəldi. Bu da o deməkdir ki, artıq yeni ilə də çox az bir vaxt qaldı. Amma biz nəyisə çatdırmamışıq. Xarici dillə bağlı əgər düşünürsə ki, dil kurslarına müraciət etməmisiniz, bax bu sizin 2024-cü ildə deyəcəyim ən atacağınız addım ola bilər hal-hazırda. Çünki xarici dil öyrənərkən həqiqətən də bu sizin bir növ xarici ölkələrdə bir vizit kartınız ola bilər. Dili öyrənirsiniz, daha sonra onların mədəniyyətləri ilə tanış olursunuz. Kim bilir, bəlkə də müəyyən bir iş karyeranız xarici ölkələrdə davam edə bilər və dil öyrənmək sizə bu baxımdan da kömək edə bilər. Bugün elə dil kursları ilə bağlı əgər danışırıqsa, World Career Peşə Mərkəzi sizin üçün ən belə də uyğun bir yol ola bilər. Məhz elə mərkəzin icraçı direktoru Aygün Məmmədlini dəvət etmişik bugün studiyamıza ki, bol-bol bu haqda məlumat versin. Sabahınız xeyir olsun. Sabahınız xeyirli olsun, həftənin ilk günü uğurlu olsun və səmərəli keçsin. Təşəkkür edirik. Çox böyük bir təəssüratlarla ayrılmışam şənbə günündən, 30 dekabr tarixindən, daha doğrusu 30 noyabr tarixindən. Həqiqətən çox xoş oldu. Mən dinləyicilərimizin də diqqətinə çatdırım. Artıq biz elanlar vermişdik ki, xanımlarla bərabər bir yığışacağıq, onlarla maarifləndirici bir tədbir keçirəcəyik və o baxımdan sizə təşəkkürümü bildirirəm. World Career Peşə Mərkəzi olaraq çox gözəl, möhtəşəm, yüksək səviyyəli bir tədbir həyata keçirdiniz. Bioloji Təbabət Klinikasının həkimlərindən bərabər çox böyük məsləhətlər aldıq, faydalandıq və buna görə də mənə gəlir ki, dinləyicilərimiz adına da sizə təşəkkür düşür. Tədbirin mahiyyəti nədən ibarətdir? Bəlkə bu barədə kimsə iştirak etməyib, kimsə eşitmək istəyir, məlumat verə bilərsiniz əslində. Bəli, biz dövrü olaraq xanımlar üçün maarifləndirici tədbirlər həyata keçirdirik. Hansı ki, bu tədbirlərdə sağlamlıqla bağlı həkimləri dəvət edirik. Onlar müxtəlif mövzularda xanımlara müxtəlif məlumatlar verir, sonra isə onların suallarını canlı-canlı cavablayır. Məsələn, indiyə kimi mədə kiçiltmə əməliyyatı haqqında olub, diabet haqqında olub, hamiləliklə bağlı olub, yumurta dondurulması haqqında, sonsuzluq haqqında olub. Keçən dəfə isə bizdə xroniki xəstəliklərlə bağlı idi və inteqrativ təbabətlə xroniki xəstəliklərin bir dəfəlik həlli yolları haqqında həkimlər danışdı. Ondan sonra pediatrımız var idi, terapevt var idi. Onlar danışıb bitirdikdən sonra xanımlar birbaşa suallarını həkimlərə verdilər və tədbirimizin ən maraqlı hissəsi də burada başlayır. Xanımlar bir-bir suallarını verirlər, həkimlər cavablandırır. Biri var, el arasında hansısa bir məlumat yayılsın, xanımlar öz aralarında müzakirə eləsin. Biri var ki, bizim təşkil etdiyimiz kimi seminar, təlim və yaxud səhər yeməyi formatında xanımlar əyləşsin, həm bir-biri ilə tanış olsun, networking qurulsun, həm də həkimlərə birbaşa suallarını ünvanlasın. Şənbə günü də saat 10-dan 1-ə qədər 3 saat müddət həm səhər yeməyi süfrəsində xoş tanışlıqlar oldu, həm də eyni zamanda həkimlər xanımların bütün suallarını mövzu ilə bağlı olan xroniki xəstəliklər və pediatr uşaqlarla bağlı olan, hələ allergiya ilə bağlı olan çox maraqlı faktlar öyrəndik biz. Növbəti tədbirlərimizdə də mütləq xanımları dəvət edirik ki, maarifləndirici tədbirlərimizdə iştirak edəsə, zaten radio vasitəsilə, Instagram vasitəsi, hansı ki World Career Mərkəzi yazanda Instagramda çıxırıq. Instagram vasitəsilə dövrü olaraq storylərdə, postlarda bizim növbəti tədbirlərimiz haqqında məlumat ala bilirlər. 2024-cü ildə mən bilirəm ki, bir neçə tədbir həyata keçirmisiniz. İndi onlara da bir balaca geri dönüş edərik və onlarla da haqqında məlumat ala bilərik. Amma Təhsildəsən forumunda unutmayın. Çünki məhz bu forumun da məqsədi, məramı bəllidir və dinləyicilərimiz üçün də xatırladaq ki, Təhsildəsən forumunda onlar da iştirak edə bilərlər. Ümumiyyətlə onların məqsədi və ümumiyyətlə necə keçirilir, hansı tədbirlər Təhsildəsən forumu ilə bağlı keçirilir. Onu da dinləyicilərimizin diqqətinə çatdırsaz yaxşı olar. Aha. Çünki bunları bir-birindən ayırmaq olmaz da sizin mərkəzlə. Təhsildəsən bir forum sərgidir. Eyni zamanda həm forum, həm sərgi keçirilir. Bir günlük tədbir olur və ildə 2 dəfə olur. Biz indiyənə kimi 6 belə tədbir keçirtmişik. Sonuncunun adını eyni qoymuşuq. Üçünün də adını Təhsildəsən qoymuşuq. Format necədir? Pedaqoqlar, müəllimlər forum hissəyə yığışır. Hansı ki, spikerlər 10-15 nəfər spiker təhsillə bağlı müxtəlif mövzularda təcrübələrini bölüşürlər, yeniliklər paylaşırlar
və foyedə isə həmişə sərgi keçirilir. Özəl təhsil müəssisələrinin sərgisi. Xaricdə təhsil, IT texnologiyaları ilə məşğul xidmətlər göstərən şirkətlərin, xarici dil şirkətlərinin və yaxud peşə təhsili mərkəzlərinin, özəl mərkəzlərin sərgisi keçirilir. Hansı ki, ictimaiyyətə açıq olur, xidmətlərlə bağlı hər kəs, valideynlər, tələbələr, şagirdlər, əlbəttə ki, valideynlə gəlib xidmətlər haqqında geniş və birbaşa rəhbərin özündən məlumat ala bilir. Forumda isə pedaqoqlar, müəllimlər iştirak edir, bir-birləri ilə networking qurur, gələcək layihələr üzərində işləməklə bağlı bir diskussiya aparırlar. Eyni zamanda spikerlərin yeni fikirləri ilə tanış olurlar, hansı ki 10-15 nəfər həm rəsmi dövlət strukturlarında, təhsil mərkəzlərində işləyən şəxslər bizdə spiker olur. Dövlət qurumlarından, agentliklərdən, Təhsil Nazirliyinin agentliklərindən dəvət edirik. Eyni zamanda xaricdə təhsillə bağlı təcrübələr yaşamış pedaqoqların spikerliyi ilə keçirilir bu. Çox maarifləndirici bir tədbirdir. Bu tədbirdə özəl təhsil müəssisələri iştirak etməkdə maraqlı olmalıdırlar. Çünki ölkədə təhsillə bağlı bir tədbir keçirilirsə, özünü təhsildə qabaqcıl öndə görən hər bir şirkət bu tədbirdə olmalıdır. Və bizim tədbir yeganə tədbirdir ki, ölkədə rəsmi tərəfdaşlarının sayı bu qədər çoxdur və bu qədər samballıdır. Başqa heç bir şirkətdə, başqa heç bir özəl şirkətin keçirdiyi tədbirdə bu qədər rəsmi tərəfdaş olmur. Bunu da dönə-dönə vurğulayıram radio vasitəsilə. Bəli. Ona görə də dinləyicilərimizin diqqətinə çatdıraq ki, belə sərgilərdə siz də iştirak edə bilərsiniz. Müxtəlif peşə sahibləri təbii ki çıxış edə bilərlər spiker şəklində və yaxud da ki, Aygün xanım söylədi ki, stendlər təqdim olunur və tanışlıq da bu cür başlaya bilər. Sizin də həmin o şirkət rəhbərləri ilə, rəsmi nümayəndələrlə tanışlığınız və təbii ki, bu da təhsilimizin inkişafına bir növ bir töhfə verə bilər. Öz hədiyyənizi, qatqınızı qata bilərsiniz. Və bir World Kariyer və Peşə Mərkəzi olaraq da artıq neçə ildir, 13 ilə yaxındır ki, fəaliyyət göstərirsiniz və özünüz də qeyd etdiniz ki, bəli, ölkədə çoxdur dil kursları, ümumiyyətlə xarici dillə bağlı müəyyən kurslar, mərkəzlər və təbii ki, hər birinin də özünün yolu var. İndi mən bugün dinləyicilərimizə sizi daha yaxından tanıtmaq istəyirəm ki, dinləyicilərimiz məsələn əlavə dil öyrənmək istəyirlərsə, həm də bilirəm ki, siz dil öyrənmədən də əlavə bir mərkəz olaraq valideynlər məsələn bizə qulaq asır, övladlarının məktəbə qədər hazırlığı ilə də bağlı müəyyən bir işlər görürsüz, tədris edirlər müəllimləriniz. Bu müəllimlərin seçilməsi necə aparılır, ona da toxunacağam. Ona görə dinləyicilərimizə buradan üz tuturam. Əgər maraqlanırsınızsa 055 93 490 93-ə WhatsApp nömrəmizə yazın, göndərin qeydiyyata düşmək üçün. Məsələn, sizi nə maraqlandırır, dil kursları ilə bağlı suallarınız ola bilər və yaxud digər suallar ola bilər. Həm də peşə seçimi baxımından da, baxın, hər bir şəxs o demək deyil ki, mütləq ali təhsil almalıdır və yaxud ümumiyyətlə təhsil almalıdır. Hansısa bir işə qəbul üçün mütləq təhsil lazımdır. Amma bəzən sizə həm də peşə öyrətmək də lazımdır. Çünki hər işin bir mükəmməli, onun mükəmməl bir şəkildə peşə öyrənməsindən də asılıdır. Biz də sizə bu yardımı edirik, kömək edirik. Ev xanımlarımız, məsələn, müəyyən bir işlərlə bağlı ola bilir ki, evdən bayıra çıxa bilmirsiniz və müəllimlər sizin evinizə təyin edirlər və sizə bu dərsləri tədris edirlər. Nə gözəl. Əlaqə nömrəsini deyirəm 055 674 72 30 055 674 72 30 təhsildən danışırıq. Sağlam təhsil, daha yaxşı gələcək buradan başlayır. World Kariyer və Peşə Mərkəzinin icraçı direktoru Aygün Məmmədli bizimlə bərabərdir və hal-hazırda ilin sonuna da yaxınlaşırıq. Aygün xanım, daha bizim hansı işlərimiz qalır bu il? Bu il bizim bir tədbirimiz qalır. 8 dekabrda olacaq. İstəyirsiniz o haqqda məlumat verim. Əlbəttə. 8 dekabrda ölkədə ilk dəfə xanımlar üçün masa arxası etiket üzrə master class keçiriləcək və bu bir ziyafət axşamı kimi keçiriləcək. Necə olacaq? Bu ölkədə ilk dəfədir. Başqa ölkələrdə olur, başqa ölkədəki təcrübələrdən faydalanmışıq biz əlbəttə ki. Bizim ölkədə bildiyiniz kimi xanımlar zərifdir, incədir, həmişə öz üzərində işləyəndir. Amma son zamanlar bəzən iş xanımları olur ki, bəzən də evdar xanımlar olur ki, bəzən işə görə və yaxud gündəlik həyatımıza görə bildiyimiz şeyləri də unuduruq. Və yaxud ola bilər ki, biz istəyirik ki, həmin 8 dekabr tarixində özəl bir gündə xanımlar üçün həm parti
tipində, bir balo tipində bir gün yaşadaq. Həm ləziz təamlar sunulsun, həm gözəl, biz bilirsiniz ki, Aymaq Musiqi Məktəbi ilə bunu eləyəcəyik. Hansı ki, Avropa mahnıları, rəqsləri olacaq həmin gün. Həm gözəl təamlardan dadacaqlar. Çünki masa arxası etiket üzrə müəllimimiz Gülnarə Hacıyeva olacaq. Fransada modellik məktəbini bitirib. Yüksək savadlı kadrdır bu sahədə. O həm qidaların yeyilmə tərzi, çəngəldən, bıçaqdan istifadə olunma, masa arxasında əyləşmə, hətta masa arxasında söhbət etməklə bağlı, etiketlə bağlı bizə məlumatlandıracaq. Eyni zamanda düzgün danışıq, düzgün səs tonu, düzgün yerişlə bağlı orada bir master klass keçiriləcək. Yəni xanımlar həm gözəl təamlardan dadacaq, həm zövqlü musiqidən zövq alacaqlar, həm də Gülnarə xanımın gözəl etiket qaydalarını gözəl səlis başa salacaq və o xanımlar həmin gün incə və zərif bir özəl bir gün yaşayacaqlar. Dress kodumuz var. Ağ, qara, qırmızı rənglər. Yəni hansı xanım istəsə üçündən də istifadə edə bilər, ikisindən. Hansı xanım istəsə birindən də istifadə edə bilər. Hətta mən də özəl bir elbisə, hətta hazırlayıram da, belə deyək, hal-hazırda. Hazırlaşırsınız xüsusi buna. Bəli, hazırlaşırıq. Çünki o bizim ilin son tədbiridir və bizim üçün özəl tədbirdir. Demək olar ki, ilin sonunu yekunlaşdırırıq həmin tədbirini. Baxmayaraq ki, 8 dekabrdadır. Amma o tədbirdən biz bütün tədbirlərimizi 8 dekabrda artıq yekunlaşdıracağıq. Belə, həmin tədbirdə kim iştirak eləmək istəsə, yenə bizim 055 674 72 30 nömrəsinə yaza bilər. Instagramda World Karyera Mərkəzi yazaraq bizim Instagramlara ulaşa bilər və yaxud şəxsən mənim Instagram var, Aygün Məmmədli Rauf yazılıb Instagramda, ona yaza bilər və məsləhət görərdim ki, bura xanımlar öz bacıları ilə, rəfiqələri ilə, anaları ilə, iş yoldaşları ilə qoşulsunlar. Nəyə görə? Çünki həqiqətən biz hamımız çəngəldən, bıçaqdan istifadə eləməyin qaydalarını zaten bilirik. Amma o qədər ki tələsik həyat yaşayırıq, o qədər ki stresli oluruq, o qədər ki o qaça-qaç həyatımız var. Bəzən biz özümüz də bilmədən görürük ki, bu qaydaları kobud şəkildə pozuruq və bu kobud şəkildə biz bunları pozanda bəzən ola bilər ki, bizə daim kənarda nəzarət olunur. Həmişə biz xoşlayırıq bir-birimizə restoranda baxmağı, məsələn toylarda xanımlar gedəndə bir-birini daha yaxşı bilir, kimdən geyinib, kimdən hansı zinət əşyasından istifadə edib. Bəzən qarşı tərəfə xoş emosiya ötürmək üçün, Gülnarə xanım eyni zamanda bu tipli tədbirlərdə xoş söhbətlə qarşı tərəfdə müsbət auranın yaradılması haqqında da məlumat verəcək bizə. Ona görə də biz sahibkar xanımlar bilirsiniz ki, tez-tez biznes klubların görüşlərində iştirak edirlər. Elə biz də biznes klublarının görüşlərində iştirak edirik və ilk təəssürat çox önəmlidir. Çünki siz biznesinizi təmsil edirsiniz. Bəli. Yəni bu tədbir çox faydalıdır o baxımdan. Həmçinin bu etiket qaydaları hansı ki sadalayırsınız, o bir xanımın ümumiyyətlə fərq etmir. Mən bölməyəcəm cinslərə. Yəni hər bir şəxsin mədəniyyətini də biruzə verir. Baxın, söylədiniz ki, geyimi gözəl ola bilər, zinət əşyaları belə deyək də daha belə göz qamaşdırıcı gələ bilər. Amma eyni zamanda həmin şəxs əgər əyləşərkən masa arxasında müəyyən bir etiket qaydalarını pozursa, bu zaman onun belə deyək də mənəvi dünyası üzə çıxır. Yəni bir növ həmin insanı hardasa bu etiket qaydaları da tanıdır. Mənə gəlir ki, bu məqamlara da biz diqqət yetirməliyik və öyrənməli məncə çox şey var. 8 dekabr səhv etmirəmsə tarixində səhər saatlarında olacaq. Yox, 8 dekabr axşam ziyafətidir. Axşam 6-da olacaq və 10-a kimi davam eləyəcək. Musiqili, yeməkli və bol-bol hədiyyələrimiz olacaq. Bu arada sürpriz qonaqlarımız da var. Və niyə 8 dekabrda tədbirlərimizi yekunlaşdırırıq? Çünki biz 28 dekabra qədər 8-dən 28 dekabra kimi 20 gün ərzində 2025-ci ildə xarici dilləri öyrənmək istəyən şəxslərin qeydiyyatını aparacağıq. Yəni biz həmin günlərdə qeydiyyat aparacağıq, cədvəl quracağıq. Rus, İngilis, Alman, Çin və Koreya dillərini. İstər Əyani Nərmanovda ki kursda, istər onlayn olaraq Zoom proqramı ilə, istər korporativ şəkildə, yəni ki 2025-də dərsə başlamaq istəyən, xarici dil öyrənmək istəyən şəxslərin 8 ilə 28 arası 20 gün ərzində qeydiyyatını aparacağıq. Ona görə də bizdə abunə dərslər də var, endirimlər də var. Əlbəttə ki, həmin 20 günlük dönəmdə endirimlər də var. Həmin endirimdən faydalanıb hər kəs qeydiyyatdan keçə bilər. Sadəcə 055 674 72 30 nömrəsinə WhatsApp yazmaq kifayətdir. Mənə elə gəlir ki, əziz dinləyicilərim, sizə bir sirr açım da. Bu yeni ilə qədər olan bir müddət var. O müddət ərzində
müraciət edənlərə World Career Peşə Mərkəzinin xüsusi belə deyək endirim kampaniyası da olacaq. Yəni bu bir fürsətdir. Yeni ilə qədər bu fürsəti məncə qaçırmamaq lazımdır. Bir daha xatırladırıq 055 674 72 30. Xarici dillərlə bağlı danışacağıq. Çünki Aygün xanım söylədi ki, həm korporativ, həm onlayn şəkildə intensiv bu kurslar həyata keçirilir. Daha nəyi bilmək istəyirsiniz? Təbii ki, bilmək istəyəcəksiniz ki, yaxşı, qiymətlər burada yüksəkdirmi? Biz bu barədə də üstüörtülü də olsa Aygün xanımdan soruşacağıq. Təbii ki, burada keyfiyyəti də balanslaşdırmaq lazımdır. Nəysə, söhbətlərimiz çox uzun çəkəcək. Sadəcə reklam aramız var, onu saxlaya bilmərəm. Kurs seçərkən ümumiyyətlə bəzən olur sınaq dərslərinə gedirlər. Eyni anda 10 dənə kursa yazırlar. Elə şəxslər heç vaxt yaxşı kurs axtarıb tapa bilmir. Siz müştəri olaraq yaxşı kursun, yaxşı müəllimin necə olduğunu zaten bilə bilməyəcəksiniz. Çünki belə deyim, çox axtarırsınızsa sizin də beyniniz qarışır və nə qədər çox axtarırsınızsa, nə qədər çox eyni anda müraciət edirsinizsə, bəlkə də onların içindən getməyə ən son sırada dayanan kursa başlayırsınız. Və bəzən şəxsləri kurs seçərkən çaşdırır, nələr çaşdırır? Qiymət çaşdırır. Ən ucuza qaçmağı məsləhət görmürəm. Özünüz də yaxşı bilirsiniz. Məsələn, məni dinləyənlər bilir. Ucuz geyim alıb 2 geyinəndən sonra atırlar. Ucuz yeməyin dadının olmadığını bilirlər. Ümumiyyətlə bir şeyin qiyməti ucuzdursa fikirləşmək lazım, niyə ucuzdur? Bəli, keyfiyyət burada. Əgər tələbat olsaydı, ümumiyyətlə tələbatı olan hər şeyin qiyməti baha olur. Onu bilin. Tələbat varsa, deməli qiymət baha olmur, sadəcə ucuz olmur. O demək deyil ki, baha olmalıdır, amma dəqiq olaraq ucuz olmur. Və bir şey bahalıdırsa, o demək deyil keyfiyyətlidir. Amma bir şey ucuzdursa, 100 yox 1000% keyfiyyətsizdir. Bunu heç vaxt unutmayın. Çünki keyfiyyətlə rəqabət apara bilməyən kurs qiyməti aşağı salmaqla rəqabətə girir. Onu müştərilər heç vaxt unutmasın. Yəni bizi dinləyin. Müştəri deyirik də, biz bazar dilində. Siz necə balanslaşdırmısınız bunu? Biz orta segmentə, orta və yüksək segmentə xitab etdiyimizi görə qiymətlər bazar qiymətlərdə ortadır. Yəni orta qiymətlərdir. Biz bu qiymətləri belə tənzimləmişik, həm biz keyfiyyətli tədris göstərə bilək, həm də keyfiyyətli tədris göstərə bilən müəllimləri kursa cəlb edib kifayət qədər maaş verə bilək. Ona görə kurs ucuzdursa, ucuz yerə qaçmamağı məsləhət görürəm. Çünki bizdə zaten abunə paketlərimiz var. Bizdə zaten VIP paketlər var. Fərdi dərslər var, qrup dərslər var. Bizdə hər bir şəxsin büdcəsinə uyğun dərslər zaten var. Fərdi dərsə və yaxud normal qiymətlərlə gücü çatmayanlar abunə dərslərdən faydalana bilər. Abunə dərslər nədir? 3 aylıq, 6 aylıq, 12 aylıq bir dəfəlik yazılır kursa və 3 ayın, 6 ayın, 1 ilin kurs pulunu əvvəlcədən ödəyəndə çox endirim əldə edir. Fərdi məşğul olurlar. Onda qrup məşğul olurlar əlbəttə ki. Bütün ekonom dərslərimiz qrup şəklindədir. Fərdi dərslərimiz isə yenə də fərdi qiymətə tədris olunur. Yenə də fərdi əyani dərslərin qiymətinə uyğunlaşmayanlar o dərsləri onlayn ala bilərlər. Zoom üzərindən, Zoom platformasından görüntülü və canlı şəkildə Zoom platforması üzərindən öyrənə bilərlər. İstənilən saatda. Yenə də bizim istənilən saat 9-dan axşam 9-a kimi istəniləndir. Yenə də bizdəki kursun aylıq qiyməti bahalı brend bir telefonun aylıq kredit qiymətindən yüksək deyil. Bunu nəzərə alın və yaxud 3 nəfərin bir restorana gedib normal yemək yeyib ödədiyi qiymətdən bahalı deyil bizim aylıq kursun ödənişi. Ona görə bütün bunları nəzərə almaq lazımdır. Biz də qiyməti təyin edərkən bunları nəzərə alırıq. Əgər bir şəxs restorana, geyimə, qızıl əşyalarına, konsertə 3 rəqəmli qiymətlər verə bilirsə və bir dəfə bundan faydalanırsa, bizim kursda ayda 8 dəfə və yaxud 12 dəfə qiymətdən bu qiyməti bir dəfə ödəyir, 8-12 dəfə faydalanır. Biz istəməzdik ki, təhsilin qiyməti bu qədər aşağı olsun, amma bunları da bazar tənzimləyir. Ona görə xahiş edirik, yenə də deyirəm, bayaqda gələndə danışırdım əməkdaşlarla. Mən o günü gözləyirəm ki, kafedə, restoranda və geyimdə pul xərcləyərkən xoşbəxt olduqları qədər təhsilə də pul xərcləyərkən xoşbəxt olsun insanlar. Yəni biz onu yaratmağa çalışırıq. Bəli, bunu edənlər də var. İnanın ki, dil öyrənmək, mən sizə deyim ki, işə qəbul zamanı belə tələb olunur. Yəni ümumiyyətlə, yəni insanın özünün həyat belə deyim. Ümumiyyətlə bir şey deyim də, dil bilməmək kompleksdir. Kompleks edə bilərsiniz. Bəli. Yəni 3-4 nəfərlə bir yerdə oturanda, kimsə rus dilində danışanda və yaxud ingilis dilində danışanda fərqi yoxdur.
yoxdur. Hər hansısa bir dili bilməyə məcbursunuz. Əgər sahibkar kimi formalaşmaq istəyirsinizsə, əgər hansısa bir iş mühitində aparıcı mütəxəssis olmaq istəyirsən, bunu hər kəs dəstəkləyəcək. Həmin şəxsin statusu bununla da Hər hansısa müəyyənləşir. bir dili bilməyə məcbursunuz. Bilmirsinizsə, bəli, bunu özünüzə kompleks edə bilərsiniz. Və bu kompleksdən qurtulmaq üçün bizim mərkəzə yaxınlaşıb hər hansısa bir dili öyrənməyə elə dekabr ayından başlaya bilərsiniz. O zaman 055 674 72 30 nömrəsinə yığın əlaqə saxlayın. Elə indi bugün həftənin ilk günündən qeydiyyata düşün. Məsələ burasındadır ki, indi siz xarici dil kursları ilə bağlı danışanda onlayn və yaxud da ki, digər qrup şəklində tədrisi də qeyd elədiniz. Mənim üçün maraqlıdır, yəqin dinləyicilərimiz üçün də. Məsələn, onlaynın əhəmiyyəti nə dərəcədədir? Qrup şəklində məşğul olarkən bizə nə verə bilər bu? Və yaxud da ki, dediyiniz kimi digər bir şəkildə dil öyrənəcəksə, Bəli, hansı daha bizə yaxşı, rahat gələ bilər? Son 3-4 il ərzində onlayn dərslərə üstünlük verən şəxslər çox zamanda və elə məbləğdə də qabağa düşürlər, udurlar. Nəyə görə? Çünki bilirsiniz, tıxaclar son zamanlar artıb. Dərsə getməyə görə yola sərf olunan vaxt və dərsdən gəlməyə görə yola sərf olunan vaxtda siz oturub daha çox kitab oxuya, daha çox söz öyrənə bilərsiniz xarici dildə. Və eyni zamanda tıxacda olarkən əsəblər gərilir, müəyyən enerjiniz itir, əhvalınız korlanır, amma evdən, iş yerinizdən və yaxud başqa bir şəhərdən belə onlayn dərslərə qoşula bilərsiniz və bu dərslər fərdi də olur, 3-4 nəfərlik qrupla da olur. Və onlayn dərs olanda materialları qavramaq daha rahat olur. Çünki fikriniz yalnız ya kompüterdə, ya telefonun ekranında olur. Və onlayn dərslər əyani dərslərdən daha aşağı qiymətə tədris olunur. Ona görə mən məsləhət görərdim ki, necə ki neçə dəfədir? Həftədə 2 dəfə və yaxud 3 dəfə olmaqla keçirilir. Necə ki onlayn digər universitetlərdə bir masterlar bitirilir, kurslar bitirilir, onlayn şəkildə olur bütün bunlar hamısı. Siz də xarici dilləri çox rahat şəkildə görüntülü, canlı formada onlayn öyrənə bilərsiniz. Bəzi şəxslər onlayn dərsdən qaçır. Niyə? Covid dövründə təcrübəsiz şəxslər onlayn dərs keçməklə məşğul oldular. WhatsApp-da bir-birlərinə səs atmalar, WhatsApp-da görüntülü olmayan keyfiyyətsiz dərslərlə insanları onlayn dərslərə qarşı bir ön yarğı formalaşdırdılar. Bizdə qətiyyən əyani dərsdən onlayn dərsin heç bir fərqi yoxdur. Çünki yenə görüntülü olur, yenə canlı olur, eyni dəftərdə, eyni müəllimdə, eyni kitabda, eyni üsuldur. Onlayn olanda yenə də deyirəm, məbləğdən də qabağa düşürsünüz, zamandan da qabağa düşürsünüz. Əlbəttə ki, əyani dərsə gəlib gedə bilərsiniz. Amma bircə dəfə onlayn, 2 dəfə onlayn dərsdə olan şəxs yolda itirdiyi nə qədər vaxt itirirmiş, onun fərqinə varır. Yolda itirdiyi enerjinin fərqinə varır və nəqliyyata xərclədiyi ödənişin fərqinə varır. Bir də Aygün xanım, bax indi siz təhsil biznesindən danışırsınız da, artıq 13 ildir bu sahədəsiz və mənə həmişə maraqlıdır. Bax indi yeni başlayan dinləyicilərimiz ola bilər ki, sırf bu işlə başlamaq istəyirlər və çətinliklərlə maraqlana bilərlər. Tutaq ki, öz işlərini qurmaq istəyirlər. Hansı daha yaxşıdır? Hazır bir vəziyyətdə gəlmək bu biznesə, yoxsa özün yaradasan, sıfırdan başlayasan? Bu əslində bir seçimdir. Elə bizneslər təhsil sahəsində hazır bizneslər satışda var. Hal-hazırda xarici dil kursları, bağçalar satışda var. Amma baxmaq lazımdır. Satışda olan biznes əgər həqiqətən müəllim baxımından, müştəri bazası baxımından möhkəm bir biznesdirsə, güvəndiyiniz bir şəxs onu idarə eləyibsə, oturuşmuş bir sistemə malikdirsə, hazır biznesi almaq daha rahatdır əlbəttə ki. Siz gəlib səhərsi gündən başlayıb biznesi idarə edə və həmin biznes haqqında sizin təcrübəniz varsa. Əlbəttə ki, hazır biznes ala bilərsiniz. Amma bu 10 biznesdən birinə aiddir. Yəni hazır şəkildə satılan hər hansısa bir təhsil biznesinin 10 biznesindən yalnız biri özünü doğrulda bilər. Çünki təhsil biznesi elə biznesi ki, bir gün əlini işdən çəksən, o biznes dağıla bilər. Yəni ola bilər bu gün sənə müəllimlə, tələbə ilə biznesi hazır verdilər. Səhərsi gün əgər müştəri ilə işləyə bilməsən, müştərini itirəsən, müəllim bazası ilə işləyə bilməsən, onlara xoş olmayan o əvvəlki auranı saxlaya bilməsən, müəllimləri də itirəcəksən. Müəllim seçimində də biraz diqqətlisiniz. Mən bilirəm, məlumatım var. Hal-hazırda indi məsələn müəllimlər sizə qulaq asırlar və söyləyə bilərlər ki, görəsən biz də çalışırıq
çalışa bilərikmi bu mərkəzdə? Bəli, əlbəttə nə ki, tələb çalışa olunur? bilərlər. 10 il əvvəl müəllimlərə tələbat başqa idi, 5 il əvvəl başqa idi, indi başqadır. Məsələn, adicə götürüm Alman dili müəllimlərindən. Sadəcə A1, A2, B1 səviyyəni tədris edən və Azərbaycan sektora tədris edən Alman dili müəllimlərinin tələbat azdır və maaşları da az olur. Ən çox tələbat indi nədir? Alman dilindən TELK və yaxud HÖTE sertifikatları, beynəlxalq sertifikatları olan, Alman dilini C1 səviyyə kimi tədris edə bilən və daha çox ingilis və rus bölməsi üzrə tədris edə bilən Alman dili müəllimlərinə daha çox ehtiyac var. Ona görə Alman dili müəllimləri, əgər siz tələbatlı bir müəllim olmaq istəyirsinizsə, mütləq ikinci bir dil üzrə Alman dilini tədris etməyi öyrənmək lazımdır. Gəldik ingilis dilinə. İngilis dilində isə vəziyyət çox çətindir ingilis dili müəllimləri arasında. Sadəcə intermediate səviyyə kimi tədris edən və Azərbaycan sektor müəllimlərinə demək olar ki, Azərbaycan bölməsi müəlliminə demək olar ki, artıq ehtiyac qalmayıb. Aha. İngilis dili müəllimin IELTS olmalıdır. Celta Delta sertifikatları olmalıdır, beynəlxalq sertifikatlar olmalıdır. Mütləq General English-dən başqa ya IELTS, ya Business English-ı tədris etməyi bacarmalıdır və rus bölməsi ingilis dili müəllimlərinə daha çox ehtiyac var hal-hazırda. Yəni sadəcə Azərbaycan bölməsi olub və General English, yəni ümumi ingilis dili tədris edən müəllimlərə demək olar ki, ehtiyac artıq qalmır. Çünki müştəri hal-hazırda daha çox tələb eləyir. Müştərinin tələbatını ödəyə bilmək üçün müəllimlər öz üzərlərində həmişə işləməlidir. Ona görə yüksək maaş istəyən, ümumiyyətlə iş tapmaq istəyən müəllimlər öz üzərində indi inkişaf eləməlidir. 5 il əvvəlki deyil. Yəni biz bazar iqtisadiyyatı İndi tələbələr də başqadır. Coviddən əvvəl, Coviddən sonra olaraq bölürük. Yəni 5 il əvvəlki deyil. Yəni dəqiq olaraq 5 il əvvəlki deyil. Müəllimlər öz üzərində işləməlidir, kurslar öz üzərində işləməlidir, kurs sahibləri öz üzərində işləməlidir və hər ay, hər həftə yox, hər gün işləmək lazımdır. Öz üzərində işləmək lazımdır. Bəli, yəni boşa keçən bir dəqiqə sizi bir ay arxaya sala bilər. Yəni heç bir dəqiqənizi boşa keçməsinə, yəni olur sosial şəbəkələrdən storylər, hekayələr izləməklə vaxt keçirdirik. Bilin ki, o vaxt sizdən gedir, heç kimdən getmir. Yalnız və yalnız sizdən gedir. Yəni öz üzərinizdə daimi işləməlisiniz. Bugün siz 5 söz öyrənirsə ingilis dilindən, bilin ki, başqası 10 söz öyrənir. Başqası 15 söz öyrənir. Bugün rəqabət çox amansızdır da, yəni ki, çox hər bir sürətli sektorda gedir, amansızdır. Bir gün belə itirmək, yəni 365 günün, 366 günün, 20 günü, 25 günü istirahət deməzdim. Yəni sadəcə daimi gördüyün işdən bir gün əlini çəksən, o səni çox geriyə atacaq. Yəni velosiped sürmək kimi bir şeydir bu. Biraz istəyirəm valideynlərimiz indi bizə qulaq asırlar. Uşaqlarla bağlı danışsaq məncə yeri olar. Çünki uşaqların yaddaşı həmişə böyüklərinkindən əvvəldən belə olub da, həmişə daha yaxşı olub. Elə erkən ingilis dilini öyrənməyin faydalarından da indi danışsaq daha yaxşı olar. Uşaqları neçə yaş, məsələn, qəbul edirsiniz uşaqları da? Biz 6 yaşdan qəbul edirik uşaqları. Çünki məktəbə qədər təhsil bizdə var deyə. Bəli. Məsələn, biz evə müəllim təyin edirik. Məktəbə qədər təhsildə o dil öyrədilir. Yalnız həftədə 2 dəfə, 3 dəfə kursa oturmaqla əlbəttə ki, bir dili tam mənimsəmək olmur. Kursa gələrkən onların yanında əlbəttə ki, biz də ev tapşırığı olaraq xarici dildə filmlər, altyazılı filmlər və yaxud xarici dildə olan filmləri öyrəndiyi dildə filmləri izləməyi, onu müəllimlə müzakirə eləməyi məsləhət görürük və yaxud həmin dildə tapşırıq olaraq müəllim kitab verir ki, bu bölməni oxu, gəl müzakirə elə. Danış, əzbərçilik yox. Sadəcə kitabı müzakirə edirik. Nə öyrəndin oradan və başlayır öyrəndiyi dildə onu nəql eləməyə öz sözləri ilə. Həm öyrəndiyi yeni sözləri orada istifadə edir, yaddaşında qalır. Həm də ki, haransa bir mövzunu müzakirə eləmək tərzini öyrənir. Bir də Aygün xanım, dil öyrənərkən bəzən tələbələrin ən belə tənbəllik etdiyi, hətta belə xoşlamadığı bir şey yazmaqdır da. Yazsınlar, yəni mətni müəllim tədris edərkən söyləyir, onlar yazırlar, nəsə bir bizdə isə fərqli olur. Vaxt gedir buna daha çox. Yəni müəllim deyir, şagird yazır, belə bir şey yoxdur. Bizdə praktikdir bütün dərslər. Yəni ki, ünsiyyət üzərində qurulub, danışıq üzərində qurulub. Əlbəttə ki, bəzi insanlar yazaraq öyrənir, bəzi insanlar danışaraq öyrənir, bəzi insanlar oxuyaraq öyrənir. Bu beyin quruluşuna və qavrama səviyyələrinə görə insanlarda fərqli olur. Məsələn, mən yazmağı xoşlayıram. Yəni yazıda, mənim yazımda bir enerji var, məsələn, güc var. O inanıram ki, yazarkən nəyinsə reallaşması daha rahat olur məndə. Elə insanlarda var ki, sadəcə dinləyərək öyrənir və beyninə gəlir. Elə insanlarda var ki, görərək öyrənir. Yəni oxuyur amma yazmır, oxuyaraq beyninə gəlir. Və belə deyim,
Bu şəxsə görə dəyişir. Amma bizdə minimal yazı, minimal qrammatikadır. Bütün dilləri danışaraq, cümlələr quraraq, tərcümələr eləyərək, mətnlərlə, dialoqlarla, videolarla, audiolarla işləyərək öyrədirik. Yəqin ki, qrup şəklində çox yaxşı söylədiniz. Yəqin ki, qrup şəklində bu da müəyyənləşir ki, məsələn, kim qrammatikanı daha çox öyrənmək istəyir, kim danışıq dilini. Bəli, əlbəttə ki, kursa yazılarkən əgər baza sıfırdırsa imtahana ehtiyac yoxdur. Yəni ki, sıfır bazadan götürürük. Sıfır baza deyəndə aslında hamı sıfır baza olur. Elmi dildə desək, ingilis dilində məsələn starter, beginner olaraq və yaxud alman dilində A1 səviyyədən götürürük. Amma əgər alman dilində, ingilis dilində və yaxud başqa dillərdə müəyyən qədər baza varsa, əlbəttə ki, test eləyirik. Həm qrammatik test eləyirik, həm danışıq test eləyirik. Öz bazasına uyğun şəxslərlə qruplaşdırırıq. Əvvəlcədən təyin edirik. Ona görə deyirik ki, dərsə başlamaq istəyəndə nə qədər tez bizə müraciət eləsə, o qədər yaxşı olar ki, ona uyğun saatda, ona uyğun qrupda yer ala bilsin və yaxud fərdi də əgər müraciət eləsə, hansısa bir boş saat qalmış olsun onun müraciət elədiyi anda. Ona görə deyirik ki, ən yaxşı vaxt bu gündür. Bu gün müraciət olunmalıdır. Bir də dil öyrənməyə başlayarkən ən belə deyək qarşılaşdığımız məqamlardan biri utancaqlıq hissidir. Bu hissi necə dəf edirlər tələbələriniz? Çünki bilirəm ki, utanan insan çətin ki, o sual versin əlavə olaraq. Bəli, utancaqlıq əslində bizdə dərs mühiti elə qurulur ki, qrupda da 3-4 nəfər olur sadəcə, çox şəxs olmur. Elə bir mühit yaradılır ki, bir dərsə, 2 dərsə hər kəs bir-birinə öyrəşir. Artıq bir-birlərinə də sual verirlər, müəllimə də sual verirlər və sual vermək artıq maraqlı bir şəklə keçir. Yəni şagirdlər sual vermək uğrunda yarışır ki, mən daha gözəl sual verdim, mən daha yaxşı sual. Çünki sual vermək anladığını göstərən nüanslardan biridir. Yaxşı bir müəllim tələbənin, şagirdin sualından başa düşür ki, mövzu qavranılıb yoxsa qavranılmıyor. Həqiqətən də sual əgər yoxdursa, o dərs şəraitində, dərs sual prosesində yoxdursa problem var. Zaten dərsdə sual yoxdursa problem var. Amma sual varsa və yaxud hər şey aydındır deyir, kiçik bir nüansı soruşursa, deməli müəllim özünü xoşbəxt hiss edir dərsdə. Və sona yaxınlaşırıq. Yeni layihələrdən danışacağıq yəqin ki, yenə də vaxtımız olacaq, amma indi imkan varsa söyləyə bilərik. Daha hansı yenilikləriniz var? Son olaraq yekunlaşdıra bilərik. Son olaraq işimiz nədir? 8-28 dekabr tarixində bizim abunə dərslərimizə, istər fərdi dərslərimizə, istər əyani, istər onlayn dərslərə son endirimli qiymətlərlə qoşula bilərsiniz. Yanvardan dərsə başlamaq istəyən hər kəs 8-28 dekabr tarixlərində gəlib, müqavilə bağlayıb, ödəniş eləyib, qeydiyyatını götürüb, cədvəlini qurub, yanvardan rahat şəkildə dərsə başlaya bilər. Bax belə, nömrə deyəcəm, qeyd edin 055 674 72 30 və bugün 2 dekabr tarixidir və 8 dekabr tarixindəki tədbiri də unutmursunuz. Mütəmadi olaraq bu haqda biz də çalışacağıq sağlam təhsildə bu barədə danışaq, amma bir daha xatırladıram, 8 dekabr tədbirinə əgər dəvət olunmaq istəyirsinizsə, o zaman da bu nömrə ilə əlaqə saxlayın. 055 674 72 30. Instagramda World Karyera Mərkəzi yazaraq da bizlə əlaqə saxlaya bilərlər. Bax belə. Təşəkkür edirik gəldiyinizə görə, minnətdarıq. Maraqlı söhbətə görə də xüsusi təşəkkürlər. Belə yekunlaşdırırıq bugünkü proqramımızı və xatırladıram, World Karyera Peşə Mərkəzinin icraçı direktoru Aygün Məmmədli bugün bizim sağlam təhsildə idi. Hələlik, sağ olun.